Avropadır, qulaq az. Avropanın maaşını gətir buraya. 2000 euro alır hər bir adam. O ölkədir. Ya bu yox. Avrovision bu ölkəyə nə verəcək? Siz mənə deyin görüm nə verəcək bu ölkə? Avropaya tanıdır bizi. Nəyi tanıdır? Sən nəyini tanıdır? Yaxşı şeylə tanıt da. Və yaxşılığımız şəhəri göstərir. Bura bax, Nizaminin dövründə Avrovision var idi. Yox, o Nizaminin dövründə. Ay sağ ol. İndi isə şırlaq atmaq dövrüdür. Yox, dəlli əlamətdir. Mədəni formada yaşamaq dövrüdür. Sən oxu günən get Quranı. Bu dəlliyin bir növüdür. Mən sizdən xahiş edirəm, Azərbaycan xalqının başında duranlar, ağsaqqallar düz yönətməlidir bu milləti. Yazıqdır bu millət. İqtisadi nöqteyi nəzərdən bu adamların bura gəlməsi bizi əməlli başlı sərf eləyir. Əməlli başlı iqtisadi təkan deyir. Sən onu bilirsənmi ki, sənin Azərbaycanın yerinin altı da qızılda üstüdə. Sən onu bilirsənmi ki, dövlətimiz pul haraya xarışlamağın yerini bilmir, hə? Yox, niyə? Düzəldirlər hamısını, niyə ki? Oran düzəldir, mən də düzəlsin. Neynirəm o qızıl teşnik ona mən qan qusuram, ya?